Bunun nəticəsində insan ömürlük əlil qalır və ya da ki, həyatını itirə bilir. İnsult hər bir insanın başına gələ biləcək dəhşətli bir patologiyadır. Çünki insult nəinki xəstənin, həm də onun ailəsinin həyatını o andan etibarən dəyişə biləcək ciddi bir bəladır. İndiki dövrdə insult artıq yaşa baxmır. Hər bir yaşda qarşımıza çıxır, istər yaşlı, istər gənc xəstələr olsun. Yes. Çok sağ olun. Doktorlar çok sağ olun. Necə ki, bizim 22 yaşında qızımız ani şəkildə bir tərəfinin işləməməsi, danışa bilməmə və heç bir şeyi anlamadığı üçün, niyə danışa bilmədiyini və niyə hərəkət edə bilmədiyini anlamadığı üçün aqressiv vəziyyətdə təcili şəkildə bizim xəstəxanaya gətirilmişdir. Xəstə təcili yardıma daxil olur, həmən analizlər alınıb və 5 dəqiqə müddəti keçmədən xəstə direkt angiografiya masasına alınır. Orada görüntülərdə görüldüyü kimi xəstəyə həmən müdaxilə edilməsi üçün biz bilirik ki, beyin zaman deməkdir və hər itirilən dəqiqə xəstənin beyninə zədə verir və onun gələcəkdə bərpa müddətini artırır. Xəstənin ətrafına bütün komanda toplanıb və heç bir dəqiqə itirilmədən, heç bir saniyə itirilmədən femoral arteriya dediyimiz qasıqdakı bud arteriyasından girilərək o beyin damarlarına daxil olunur və mövcud olan tromb oradan çıxarılır.